Hər vaxtınız xeyir olsun gözəl insanlar. No Filter verilişinin növbəti buraxılışında sizi salamlayıram. Okean su filtrlərinin baş sponsorluğu ilə verilişimizin növbəti buraxılışı efirdədir. Bu günləri bu zalda, bu otaqda tək deyiləm. Orxan yoxdur. Amma bu gün Tərlan müəllim bizim qonağımızdır. Həm də insanlarla illərdir işləyən bir insan olaraq onu bu gün bura dəvət eləmişik. Çünki elə mövzu qoymuşuq ki, buna ancaq Tərlan müəllim kimi adamlar cavab verə bilərlər. İnsanlarla illərdir işləyən adamlar. Buyurun Tərlan müəllim, xoş gəlmisiniz. Çox sağ olun Kərim bəy. Mən də sizi salamlayıram. Bizi izləyən izləyicilərə salamlayıram. Mövzumuz həqiqətən də çox dərin və anlamlı mövzudur. Düşünürəm ki, keçirəcəyimiz müddət ərzində çox maraqlı müzakirələrimiz olacaq. Təşəkkür edirəm dəvətiniz üçün. Bəli, indi insanlara da maraqlı ki, bu nə mövzudur ki, adını çəkmirlər, amma danışırlar. Mövzu budur ki, sualla başlayıram Tərlan müəllim. Niyə görə bizi ən çox sevdiklərimiz incidir? Niyə görə bizi ən çox sevdiklərimiz incidir? Bunun cavabı bir cümlə deyil təbii ki, Kərim bəy. Bu artıq bir mövzudur, uzun-uzaq danışası mövzudur. Niyə görə bizi ən çox sevdiklərimiz incidir? Və ya belə deyə bilərik buna. Niyə görə biz ən çox sevdiyimiz insanlardan inciyirik? Bir başı da belədir mövzunun. Yəni sualın. Bəziləri incidir düşünür bizi, bəziləri də belə düşünə bilər ki, sən niyə görə məndən bu qədər çox inciyirsən? Mən sənin yaxınlam deyənə inciyirsən, yoxsa belə. Çünki yad dediyimiz adamlar bizi tanımayan adamlardır. Tanımayan adamlar bizim haqqımızda məlumatı olmayan adamlardır. Bizim haqqımızdakı məlumat nədir? Bizim haqqımızdakı məlumat odur ki, bizim zəif nöqtələrimiz, bizim travmalarımız, bizi incidən yerlər, bizi yaralayan yerlər, mənim xarakterim, xasiyyətim, bunu yad insan bilmir. Amma yaxın insanlar bunu çox yaxşı bildiyi üçün avtomatik o yerlərə toxuna bilirlər. Məsələn, məni yaxın bir yoldaş narahat edir bir mövzuda, mən də əsəbləşirəm və onun zəif nöqtəsini bildiyim üçün o yerindən bir cümlə işlədərək və bir hərəkət eləyərək artıq mən də onu incitməyin yolunu bilirəm. Dolayısıyla nə oldu? Mən onu çox yaxşı tanıdığım üçün onu incitdim. Amma yad insanda belə bir şey yoxdur. Yad insan bilmirsən kimsən, nəçisən, bir söz deyir və o sözün mahiyyətdə qalmır. Yəni dolayısıyla burada belə bir şey var. Yekun buna gəlirik ki, əslində yaxınlarımızın bizə dediyi sözlərdən incimirik biz və etdiyi hərəkətdən incimirik. Sadəcə onlar bizə yaxın olduğu üçün bunu etdikləri üçün inciyirik. Yəni yad adam eyni sözü desə mənə, mən inciməyəcəm. Ya bu həyatımızda baş verir, sizin də həyatınızda baş. Yəni yad adam o sözü mənə desə mən inciməyəcəm. Niyə? Çünki mən ondan onu gözləmirdim onsuz da. Ondan elə bir mənə nəvazişmi, diqqətmi, hər hansı bir şey gözləmirdim, amma yaxın adamdan gözləyirdim. Bunun üçün indi mövzunu detallandırsaq gözləntilər gedir. Yazmışam onu da bura. Yazmısınız? O zaman mən necə fikirləşirəm Tərlan müəllim? Sizin fikirləşdiyiniz kimi elə. Məncə bizi hamı incidə bilər. Sadəcə sevdiyimiz adamların incitməyi yadımızda qalır. Digərini unuduruq. Məsələn, deyək ki, siz bir adamla bir ortaq işə girmisiniz, məsələn də bir market açmısınız. Amma o adam sizə yad adam. O sizi yarı yolda qoyub gedəndə, siz də o boyda düzdür, sizi pis vəziyyətdə qoyur, yaxşı hərəkət eləmir, amma bəlli bir zaman sonra o tez sağalan bir yaradır. Amma çox yaxın adamla bu işə girirsiniz və o sizi yarı yolda qoyanda, hər dəfə onun adı gələndə siz bir kök götürürsünüz ki, ona hərəkət elədi. Yəni bizi texniki olaraq hamı incidə bilər. Sadəcə sevdiyimiz adamların elədikləri yadımızda qalır və bəzi şeylər var ki, onu yad adam eləyəndə sizin dediyiniz kimi eləmə. Heç incimirik. Məsələn, tutaq ki, yad adama desəz ki, gəl məndən, çəkə gəlmirəm. Heç bir, yəni reaksiya inciməyəcəksiniz. Amma yaxın adama desəz ki, gəl, o gəlməsə, sizdə belə o adamın qəlbi qırılır ki, mən səni dəvət elədim, sən məndən gəl. İndi bunun kökü var. Niyə görə? Çox maraqlıdır. Yad adam deyir gəl, yad adama deyirsən gəl, deyir gəlmirəm. Amma bir yaxınına gəl deyəndə, gəlmirəm deyəndə avtomatik sən inciyirsən. Niyə? Çünki sən onun haqqında bir tablo çizmisən, həmin yaxının haqqında. Nə tablodur? Axı mən o gəl deyəndə gəlmişəm axı həmişə. Sən xəstə olanda sənə zəng edib halını soruşmuşam axı. Sən nə bilim imkanın olmayanda sənə pul vermişəm axı. İndi o da
etməlidir tablosunu çizirəm beynimdə. Mən etmişəmsə, deməli Kərim bəy də etməlidir. Amma çox təəssüf olsun ki, belə olmur da. Olmayanda da adam o boşluğa düşür. Gərək o Çox təəssüf olsun. Dünən özdə biz belə bir şey danışdıq ki, insan gərək gözləntilərini əl gəzdirsin. Bəli, bu gözləntilərdir hamısı. Biz istəyirik ki, biz nə ediriksə, bizə də onu etsinlər. Çünki bəzi şeylər var ki, Kərim bəy, onlar bizim gözləntimiz şəklində ola bilməz. Niyə? O qarşı tərəfin xarakterindən asılıdır. Ola bilər ki, misal üçün onun xarakterində sənin xarakterində olmayan şeylər var və ya tərsinəsi. Mənim xarakterimdə tutaq ki, insanları adam tanıyıram ki, həmin insan misal üçün xəstə dost tanışlarına hər zaman zəng eləyir, gedir, yasa, toya, məsələn bu kimi şeyləri ziyarətlərə xüsusilə axsatmır. Bu bunun xarakteridir. Necə deyim? Bu səni çox istədiyindəndir həm də bunun xarakterində var. Xeyrə şərə yarıyır da belə bir xarakteri var da insanın. Amma məndə o yoxdur. Amma mən səni çox istəyirəm. İndi o deyir ki, mən sənə bunu etmişəm də, sən də bunu mənə et. Axı mənim xarakterimdə yoxdur da, mən bunu necə edim? Belə bir burada belə bir əməlli başlı ziddiyyət əmələ gəlir. Aldım, verdim oldu. Mən nə qədər vermişəmsə sən də o qədər ver mənə oldu la. Hə də ona oxşuyur da, ona oxşuyur. Biz nə istəyirik? Biz deyirik ki, qardaş, bax mən xarakter olaraq belə bir insanam. Sən də mənim xarakterimdə ol. O ola bilmir də, o da ola bilmir. Bax, bu da düz deyil. Çox maraqlı burada bir qəribə ziddiyyət var. Çox belə qəribə mövzudur bu. Yəni bu tərəfdə məsəl üçün sən deyə bilməzsən sən mənim xarakterimdə ol. Bununla razılaşdıq. Amma belə bir şey də yoxdur. Bəzən belə bir şey var. Deyir ki, sən məni sevirsənsə, məni belə qəbul elə. Bu egoistdir. Bu da doğru deyil. Bax, o da doğru deyil, bu da doğru deyil. Çünki mən səni sevirəmsə, səni belə qəbul edeyim, neyiniyim yəni? Sən məni incidəsən hərəkətlərindən. Onu sevirsənsə, elə belə qızıl ortanı tap ki, ona da xoş olsun, sənə də xoş olsun. Bunu eləmək olur da yəni. Həm də eləmək olur da, amma insanlar bəkləntiləri var da, dediyim mən kimi. Mən beləyəm sözü çox yaxın münasibətlərdə. Məsələn, yad adama deyərəm, yad biri mənə gəlir deyər ki, falan şey elə. Dedim ki, eləmirəm, mən beləyəm. Bu yad adama aiddir. Sevdiyin insana, əzizlər və çox yaxın insanlara mən beləyəm sözü egoistlikdən başqa bir şey deyil. Təbii ki. O mən beləyəmlər hamısı dəyişilə bilir də, yəni. Nədir mən beləyəm? Yəni əgər sənin sağalmaz bir xəstəliyin yoxdursa, məsələn, tutaq ki, Allah göstərməsin, deyir ki, sən şəkərsən, sənə falan şey yemək olmaz. Sən ki, qardaş, mən beləyəm, şəkərəm, bunu yeyə bilmərəm, bunu demirəm. Xarakter olaraq, xasiyyət olaraq mən beləyəm demək sevdiyin insanlara egoistlikdir. Məni belə qəbul et. Baxır indi o nədir də? Məsələn, elə şey var ki, insanı elə qəbul eləmək olur, elə şey var ki, olmaz axı. Məsələn, mən adamla danışırsan, deyirsən ki, qışqırma da, yavaş danış da. Yəni niyə səsi ucaldırsan? Deyir mən beləyəm də, mənim danışığım belədir. Sən məni belə sevmirsən, məni yaxının deyiləm, dostun deyiləm, sevgilin deyiləm və s. Sən məni belə qəbul et. Sən məni niyə dəyişdirmək istəyirsən ki? Bu yaxşı tərəfə dəyişdirməkdir də. Sən öz ömrünü də qısaldırsan axı qışqıraraq. Yəni qışqırmaq burada meyxana deyənlərə də aiddir. Xahiş edirəm qışqıra meyxana deməyin. Elə bilməyin yadımdan çıxmaz. Fikirləşirəm ki, baxır hansı dəyişməkdə. Məsələn, deyək ki, adam var, məsələn, səhərə kimi yatmır, sonra axşamacan yatır. Məsələn, sevdiyi adamlar ona deyir ki, biz səni gün üzündə görmürük də, istəyirik səndən gün orta gedək, çay içək, nə bilim gedək, məsələn, gəzək. Səni tapa bilmirik, sən həmin vaxtlar yatmış olursan. Sən gecə səhərəcən olar, oyağa qalmayasan, normal rejimə düşərsən, deyir, mən beləyəm, dəyişməyəcəm. Bu argument deyil, bu cavab deyil. Yəni, səni səhərəcən oyaq saxlayan bir hadisə yoxdursa, yəni sən, məsələn, gecə növbəsində işləmirsənsə, sən sevdiyin adam deyir ki, qalma da səhər 8-ə kimi oyaqsan. Səhər 8-ə kimi oyaq qalırsan, sonra axşamacan yatırsan. Biz səni görə bilmirik. Normal insanların yatdığı vaxtda sən durursan. Yəni o sevmək də imtina eləyə bilmək bacarığıdır. Gərək imtina eləyə bilərsən. Çox maraqlı bir burada yayınma, yəni mövzu əslində mövzu bir dərin mövzudur ki, çox yayına bilərik də, şaxələndirə bilərik daha doğrusu. Yayınmaq deməyim, şaxələndirə bilərik. Çünki bu elə bir şeydir ki,
insanların belə deyək də gündəlik münasibətlər zəminində hər gün başımıza gələn bir şeydir. Yəni hər gün başımıza gələn bir mövzudur. Çünki insan ən çox sevdiyinə qarşı müdafiəsiz olur da, düzdürmü? Bəli. İnsan ən çox sevdiyinə qarşı müdafiəsiz olur. Ona görə də ən dərin izləri çox vaxt elə ən yaxın əllər vurur da, yəni buraxır insanda. Yəni bu insanı artıq bütün kimyasını dağıdır ki, yəni mən səndən bunu gözləməzdim də. Sən bunu niyə görə mənə belə elədin? Ona görə də insan münasibətləri çox önəmlidir, çox dərindir. Biz bəzən bəzi insanları sevirik, sevdiyimizdən də dolayı çox yaxına buraxırıq. Çox yaxına buraxırıq ki, Yaxına buraxanda da müdafiəsiz olursan. Yəni yaxına da buraxanda müdafiəsiz olsan, müdafiəsiz olanda da o artıq yəni deyir ərk elədiyim və ya nə bilim səni çox sevdiyimdən elədiyim və s. bu kimi şeylər baş verir və insan yaralanır. Ona görə də insan mən düşünürəm ki, o ən böyük yetkinlik var da, məsələn insan həyatı anlama dönəmi var. Artıq bir hadisələr formalaşır və hadisələrin fonunda insanları tanıyırsan. O zaman nə olur? O zaman insanları düşünürəm ki, həyatından çıxartmaq lazım deyil. Çünki sevdiyin insanı necə həyatından çıxara bilərsən? Artıq nə etməyə başlayırıq? Biz başlamalıyıq daha doğrusu. Onların yerini dəyişməliyik biz. Onların yerini dəyişməliyik. Sevdiyimiz insanı çıxara bilmirik də. Bu yad deyil də, biz bunu qoparaq atar. Amputasiya eləmək olur. Onların artıq yerini dəyişirik. Yeri dəyişmək necə olur? Qoymuşduq ürəyimizin mərkəzinə, artıq onları həyatımızın bir kənarına çıxarırıq, bir ortaya çıxarırıq, bir kənara çıxarırıq ki, artıq biraz uzaqlaşdırmaq lazımdır. Onda da soyuqluq yaranır da. Onda da buna da soyuqluq deyirlər. Buna soyuqluq demirlər. Bu belə baş verir. Mən Kərim bəy sənə qarşı sizə qarşı heç bir pis davranışda, niyyətdə deyiləm bundan sonra. Necə əvvəl düşünürdüm sizin haqqınızda, indi elə düşünürəm. Sadəcə biraz elə bir ki, yer dəyişimə gedirik. Elə bir ki, buradan götürürəm, ora qoyuram. Amma heç bir fikrim yoxdur, pis fikrim. Yenə əvvəlki kimi sevirəm sizi, bəyənirəm, hörmət edirəm, amma yeri dəyişirəm də. Çünki belə deyək də, yaxınlıq, sevmək hər gün bir yerdə oturub danışmaq demək deyil də. Yəni hər gün bir yerdə oturub danışmaq da o deyil. Olar ki, misal üçün 10 nəfərlə hər gün oturub bir yerdə danışarsan, amma o sənə o rahatçılığı vermir. Həmin amma sevdiyin adam bir dənə zəng vursa 10 nəfər qoyub gedəcəksən ora. Bəli, insan sevdiyinin yanında rahat olmalıdır. Belə deyək də, heç bir rola girməməlidir. Bəli. Mən sizin yanınızda rol oynayıramsa, bu artıq mənim azadlığımı əlimdən alır da. Mən rola girməməliyəm də sizin yanınızda, rahat olmalıyam. Yəni o rahatsızlığı mən qazanmalıyam. Amma belə bir şey də var da, yəni bir insanı sevmək, sevilən bir insandır. Yəni bir insan sevilirsə, bu o demək deyil ki, qarşı tərəfin incitməlidir. Yəni bir insana sevgi vermək, ona məni incitmək icazəsi vermək anlamına gəlmir də. Yəni mən səni sevirəmsə, mən səni yaxına buraxıramsa, sənə dəyər verirəmsə, sənə öz problemlərimi, zəif nöqtəmi danışıramsa, bu sənə məni incitmək icazəsi vermir. Amma var elə adamlar ki, çox təəssüf olsun ki, elə adamlar yox. Ümumiyyətlə elədir hər kəs. Yox, hər kəs yox. Elə adam var ki, məsələn onu sevirsən, ona sevgini göstərsən, dost da ola bilər, qardaş da ola bilər, nə bilim belə qarşı cins də ola bilər, fərqi yoxdur. Sənin onu həqiqətən sevdiyindən əmin olduğunda ki, bu məndən vaz keçə bilməz tüklər demişkən, orada başlayır ondan istifadə eləməyə. Var elə adamlar ondan istifadə edir. Bəli, bir də burada təhdid eləyir səni ki, qoyub gedər amma səni ya. Qoyaram səni yarıya. Bəli, insanlar hiss etdiyi zaman ki, səni itirməyəcəklər, yəni itirmək qorxusu olmadığı anda artıq sənin sərhədlərini keçirərək səni incitməyə başlayırlar. Onda bir dənə sual verim sizə. Təbii ki, buyurun. Bizi incidən insanları hansı halda bağışlamaq olar? İndi burada bir məsələ var ki, bağışlamaq da çox maraqlı bir şeydir. Deməli, yenə də insan bir yetkinlik halına çatır, dönəminə çatır və baxır ki, insanlar bunu incidir. O zaman nə olur? O zaman belə bir hala gəlinir ki, əslində sən demə, elə hər dəfə bağışlamaq da böyüklük demək deyilmiş. Onu anlayırsan. Yəni hər dəfə bağışlamaq böyüklük demək deyil. Biz bağışlayırıq,
biz əfv eləyirik, biz yaxına buraxırıq, hər şey eləyirik, amma günlərin bir günü görürsən ki, bütün sərhədlər aşılıb. Yəni insan sevdiyinin sərhəddini pozmaz da, insan sevdiyinin sərhəddinə hörmət edər. Düzdürmü? Bir də burada şey var da, bizdə insanlarda, bu tək Azərbaycan bizim millətə aid deyil, ümumiyyətlə dünyada qəbul olmuş idi. İnsanlar səhv anlayışını səhv başa düşürlər. Yəni bütün şeylər səhv deyil. Məsələn, deyir filan kəs mənə qarşı səhv elədi, bağışladım. Məsələn, tutaq ki, biri mənə satıb, xəyanət eləyib, hər hansısa bir yolla, dostum kimi, necə kimsə xəyanət eləyib. Bu səhv deyil. Səhv deyil, bu seçimdir. İnsan səhvən xəyanət eləyə bilməz. Bu əlim dəydi, belə xəyanət elədim olmur. Plan qurub. Bəli, sən məsələn tutaq ki, mən getmişəm bir dənə yerdə oturmuşam, bir dostumun ayağının altını qazıram, onu satıram deyək ki. Bunu necə səhvən eləmək olar? Sən şuurlu şəkildə bunu danışırsan, bir nəfəri pis vəziyyətdə qoyursan, sabahlarda onun bu sənin danışdıqlarına görə o cavab verməli olacaq. Məsələn, və ya şeydə olur da bu münasibətlərdə. Birini tutur mən səhvən deyir. Səhv eləmişəm. Bir aydır başqa adamla danışır, görüşür, səhvən ola bilməz. Çox maraqlı bir nüans var orada. Deməli, belə bir yanaşma var. Bir var xəta, bir var səhv, bir də var seçim. Əgər bir insan bir şeyi sənə qarşı və ümumiyyətlə həyatda bir dəfə edirsə, bu xətadır. Məsələn, əlim masanın yanından keçəndə əlim dəydi, stəkana düşdü, qırıldı. Xəta da görmədim. Amma onu ikinci dəfə edirsə, artıq bu səhvdir. Niyə? Çünki sən bir dəfə oradan keçəndə görmüşdün ki, o qırılacaq. O stəkanın qırılmağı mənim qəlbimin qırılmağı ilə bərabərləşdirmək olar bir insanın. Bu artıq səhvdir. Bir də var artıq seçim. Seçim nədir? Artıq mütəmadi eyni şey edirsən. Yəni, mən buradan keçəndə və ya mən Kərim bəyə bu sözü deyəndə hər dəfə üzülür, amma mən yenə deyəcəm. Deməli bu artıq seçimdir. Yəni biz insanların bizə qarşı olan xətalarını və ya seçimlərini ayıra bilməliyik. Siz düz deyirsiniz orada. Bu insan həqiqətən mi səhv etdi, xəta etdi? Yoxsa seçimidir bu bunun? Amma mütəmadi olaraq sən məni gəlib hər dəfə incidirsənsə, eyni şeyləri deyirsənsə və mənim üzüldüyümü bilirsənsə, sən artıq seçim etmisən. Mənlə münasibətdə bir seçim etmisən. Ona görə də mən həmin adamı bağışlamamalısan. Niyə? Biz bağışlamamalıyıq. Niyə? Çünki bu artıq sənin bütün həyat keyfiyyətini, standartlarını aşağı salır. Yəni həqiqətən də şeydə mən beləyəm. Mən beləyəm. O zaman sən eləsənsə, get elə adamlarla oturdur, sonradan ayılanda qədrimizi bilərsən. Bir dənə şey oxumuşdum, verilişin sonunda onu deyim. Bir dənə şey oxumuşdum, deyir ki, bütün peşmanlıqlar əslində peşmanlıq deyil. Bəzilərinin üstü açıldığı üçün sahibi peşman olub. Bəli. Yəni bu üstü açılıb söhbətin, ondan sonra deyib ki, mən peşmanam da. Yəni açılmasaydı peşman olmayacaq. Düzdür, elədir. Verilişimiz yekunlaşır. Bəli, təşəkkür edirəm sizə Tərlan müəllim, bizim dəvətimizi qəbul edib bura gəldiyiniz üçün. Biz elə bil ki, çox xoş oldu sizinlə həmsöhbət olmaq. Əslində biz elə bir təzə başlamışdıq söhbət eləməyə, veriliş bitdi. Bəli, biz 2 saat, 3 saat danışa bilərik də. Yəni 2-3 saat danışma olardı, amma bizim yenə növbəti verilişlərimizdə yenə də dəvət etsəz biz də böyük məmnuniyyətlə qatılarıq. Həmişə sizin üzünüzə açıq. Təşəkkür edirəm sizə. Okean su filtrlərinə də bizə bu şəraiti yaratdığı üçün təşəkkür eləyirəm. No Filter verilişimizin bu buraxılışı da sona çatır. Növbəti buraxılışlarda görüşənədək təşəkkür edirəm.